Hər dəfə icra başçısından tutmuş, lap iri buynuzlu bir məmurun tutulduğu zaman ilk növbədə adamların diqqətinə nələr təqdim edilir? Əlbəttə onun sərvətləri, pulları, mülkləri. Bu siyahılar bir gerçəyi sübut edir. Əliyev rejimində korrupsiya nəinki dövləti idarə etmə məntiqidir, həm də əlbəttə aşağıdan yuxarıya qədər bütün dövlət məmurlarının uğurluğunun sübutudur. İndi Ramiz Mehdiyev bir zamanların boz kardinalı Əliyev rejimində bütün repressiyaların və korrupsiya mexanizminin ideya və ilham vericisi olan şəxs saxlanılıb, ev dustaqlığına atılıb, istintarının sonuna qədər yaşayıb yaşamayacağı da bəlli deyil. Çünki az qala 90 yaşı var və onun da siyahısı yayıldı. Əlbəttə, mən əminəm ki, bu siyahı da tam deyil. Ən azı burada bank hesabları və müxtəlif qohum əqrabasının, klanının adına salınmış bizneslər və mülklər hələ yoxdur, amma Mehdiyev korrupsiyasının bir qismi kimi maraqlı siyahıdır. Bəs Ramiz Mehdiyevin nələri var sualının cavabı olaraq hakimiyyət mediasında yayılan siyahını təqdim edirəm. 1. Mehdiyevin Novxanada uçsuz bucaqsız üzüm bağları, Bakı, Abşeron və Goranboyda əkin təyinatlı 216 hektar torpaq sahəsi var. Novxanı kəndinin Mehdiyevlərə məxsus 155 hektar torpaq sahəsi mövcuddur. Ailənin Goranboyun Xınalı kəndindəki bağının sahəsi 50 hektardır. Maşdağa qəsəbəsindəki keçmiş subtropik bitkilər savxozunun ərazisində Galina Mehdiyevaya, yəni Ramiz Mehdiyevin həyat yoldaşına aid 892 sot, qızı Kamilə Əliyevaya məxsus 240 sot torpaq var. 3. Ramiz Mehdiyevin gəlini Nigar Mehdiyeva Digital Media MMC-nin təsisçilərindən biridir. Digital Media MMC 20 avqust 2008-ci il tarixdə dövlət qeydiyyatına alınıb, onun hüquqi ünvanı Bakı şəhəri Teymur Əliyev küçəsi 25A-dır. Bu şirkət Media FM radiosunun sahibidir. 4. Kamilə Əliyevanın, yəni Ramiz Mehdiyevin qızının dediyim kimi İstiqlaliyyə küçəsi ev 11 ünvanındakı mənzili İki şirkətin Infonet MMC və Kaspian Telekom MMC-nin hüquqi ünvanıdır. 5. Dilarə Əliyeva küçəsi 251A ünvanında Ramiz Mehdiyevin ailə üzvlərinə və onların yaxınlarına aid olan 2 mənzil tikinti kooperativi Topaz MTK və Qala RL MTK, NLT MMC və Premium Store MMC yerləşir. Mehdiyev ailəsinə həm də NLT MTK, Servis MTK, Grand Palace MTK, Astoria MTK, Astoria Tibb Mərkəzi MMC və Grandeza MMC də məxsusdur. Astoria Tibb Mərkəzi 2020-ci ildən German Hospital adı altında fəaliyyət göstərir. Grandeza Ticarət Mərkəzi Bakıda Nizami adlanan ərazidəki 4 mərtəbəli binada yerləşir. 2014-cü ildə açılışı olan ticarət mərkəzinin 5000 kvadrat metrdən çox sahəsi var. 6. Ramiz Mehdiyevin gəlini Bank BTB Açıq Səhmdar Cəmiyyətinin əsas səhm sahibidir. 75%, yəni bank kapitalının 50 milyon manatı onundur. Bank BTB ASC həm də BTB Leasing Açıq Səhmdar Cəmiyyəti və BTB Kapital İnvestisiya Şirkəti Açıq Səhmdar Cəmiyyətinin təsisçisidir. 7. Şərq-Qərb nəşriyyatı Mehdiyevlərə məxsusdur. Əhmədli qəsəbəsində Aşıq Ələsgər küçəsi 17 ünvanında yerləşən nəşriyyatın böyük ərazisi var. Torpağın bir hissəsində 4 bloklu 16 mərtəbəli yaşayış binası tikilib, 408 mənzildən ibarət binanı Şərq-Qərb Mülk MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib. Şərq-Qərb Açıq Səhmdar Cəmiyyətinin orbitində daha bir neçə şirkət, Şərq-Qərb Nəşriyyat Evi məhdud məsuliyyətli cəmiyyət, Global East West məhdud məsuliyyətli cəmiyyət də var. 8. Ramiz Mehdiyevin Sədərək və Binə ticarət mərkəzlərinə şərikliyi olduğu iddia olunur. 9. Bakının Tiflis prospektində dəbdəbəli villa bir müddət əvvəl 8 milyon ABŞ dollarına satışa çıxarılmışdı. 36 sot ərazidə yerləşən bu villanın Mehdiyevin tikdirdiyi çox saylı mülklərdən biri olduğu qeyd edilir. 10. Ramiz Mehdiyevin Göyçay, Şamaxı, Göygöl və başqa ərazilər də daxil olmaqla ölkənin rayonlarında çox saylı villalara sahib olması haqqında məlumatlar var. Dediyim kimi şübhəsiz bu tam siyahı deyil, amma çəkici bir siyahıdır. Mənə görə hətta Mehdiyevin tutulmasının bir səbəbi də
Bəlkə də lap mühüm səbəbi də elə bu siyahıdır. Çünki mülk və sərvətlərin bir əldə cəmləşdirildiyi bir zamanda 90 yaşlı qocanın sərəncamında bu qədər sərvətin olması heç ürək açan mənzərə olmazdı. İndi Mehdiyevin dalınca böyük bir darama prosesi başlayacaq. Onun dövlət çevrilişinə cəhd ittihamı ilə qorxudularaq həbs edilməsi də xüsusi vahimə üçündür. Eldar Mahmudovun da tifaqı belə dağıdılmışdı. Rəsmi ittihamın nədən ibarət olması önəmli deyil. Bütün hallarda bu həbsin gerçək səbəblərini gizli saxlamağa çalışacaqlar. Akademiyada yeyinti falan kimi bekara söhbətlər əlbəttə inandırıcı deyil. Akademiyada korrupsiya söhbətlərinə görə gərək məsələn İsa Həbibbəylinin adının üstündən Həbibbəylini götürüb çarmıxa çəksinlər. Məsələ burasındadır ki, Mehdiyevi dövlət çevrilişinə cəhdlə hədələyərək həbs ediblərsə, oralarda babat bir çevrəni də darayacaqlar. Bu zamana qədər sərvətlərinə toxunulmayan sonuncu budağı da silkələyib bütün məhsulu yığacaqlar. Əlbəttə, onun dediyim kimi dövlət çevrilişinə cəhd ittihamı da var. Mehdiyev əlbəttə ölkənin nəhəng korrupsiyanerlərindən biridir. Böyük bir korrupsiya şəbəkəsinin lideri olub. Nahaq yerə uzun müddət ərzində korrupsiyaya qarşı mübarizə üzrə dövlət komissiyasının rəhbəri olmayıb ki, və çox maraqlıdır ki, bu zamana qədər sərvətləri, pulları əllərindən alınmayan böyük bir korrupsiya bandası hələ də dincəlirdi, daha dincəlməyəcəklər.